O qızı 7 yaşı olanda öz doğma anası çəkiçlə döyüb. Çəkiçlə o qədər uşağın üzünə, başına vurub ki, qızın dişləri tökülüb, burnu, dodağı, qulağı yarılıb, düzdür tikiş vurublar, əməliyyat ediblər, amma izləri hələ də qalmaqdadır. Hadisə Rusiyada baş verib. İndi yenə yazacaqsınız ki, Rusiyada baş verən hadisədən bizə nə? Bizə çox dəxli var, əzizlər. Çünki bu cür hadisələr ölkəmizdə də baş verir və adətən belə zorakılıq bir günün, 2 günün işi olmur. Aylarla, illərlə davam edən bir şiddət olur. Və ola bilməz ki, bir zorakılıq, uşağa qarşı bir şiddət aylarla, illərlə davam etsin və bundan heç kəsin xəbəri olmasın. Mütləq ki, bir qonşunun xəbəri olur, bir qohumun xəbəri olur. Amma adətən heç kəs polisə müraciət etmək istəmirlər. Əgər çevrənizdə hansısa bir uşaq, fərqi yoxdur, ailə üzvü tərəfindən, hər hansı bir şəxs tərəfindən zorakılığa, şiddətə məruz qalırsa, qorxmayın, əziz dostlar. Mütləq polisə müraciət edin. Adınızı, soyadınızı gizli saxlaya bilərsiniz və o uşağın xilaskarı siz ola bilərsiniz. Elə bugün polisə müraciət edin.